İnkişafa Dəstək 2023 İctimai Nəzarət Cəmiyyətinin Sabunçu rayon təşkilatının icra hakimiyyəti orqanları ilə iş üzrə sədr müavini, Sabunçu rayonu Zakir Bəhmənov adına 68 nömrəli tam orta məktəbin müəllimi, sinif rəhbəri Elnura Rızayevanın təşkilatçılığı ilə məktəbin şagirdləri Zəfər günü münasibətilə Bakıxanov qəsəbəsində yerləşən Şəhidlər Xiyabanını ziyarət ediblər. Tədbirin məqsədi şagirdlərə Vətən müharibəsində qəhrəmancasına döyüşərək canını qurban vermiş şəhidlərimizin əziz xatirəsini anmaq, onların göstərdiyi şücaəti, vətənpərvərlik ruhunu gənc nəslə aşılamaq olub. Tədbir çərçivəsində şagirdlər şəhid Elcan Məmmədov və şəhid Tural Dəmirçiyevin ailələrini də ziyarət edərək onların keçdiyi qəhrəmanlıq yolundan söz açıblar. Ailə üzvlərinə dərin minnətdarlıqlarını ifadə ediblər. Allahdan bütün şəhidlərimizə rəhmət dilərik. Hörmətlə Sabunçu rayon təşkilatı.